Təbii ki, panelimiz audit vergi sahəsində baş verən yeniliklərlə bağlıdır. Mən Mehdi Babayev, Bakı Hesablama Mərkəzi rəhbəriyəm, mən Auditorlar Palatasının üzvüyəm, auditoram. Mən istəyirəm bizim panel üzrə spikerləri bura dəvət edin. Təbii ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi də burada iştirak edir. Hörmətli Əhməd müəllim, buyurun, Əhməd müəllim deməli, sahibkarlıq subyektləri iş idarəsinin rəisidir, həm də qanunvericiliyi monitorinq üzrə iş idarəsi rəisidir. Və mənim auditor həmkarlarım, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü auditor Şamxal Kərimov. Buyurun Şamxal müəllim, həm də bizdə keyfiyyətə nəzarətin üzrə müfəttişdir. Bir də Ülfət Əliyev, Audit and Consult MC'nin direktor auditor, Auditor Palatasının üzvü, hörmətli auditor. Buyurun. Mən hesab edirəm ki, biz hamımız mütəxəssis, bir nəfər dövlət məmuru yanında əyləşmişik. Sizə təşəkkür edirik ki, bizi tək qoymadınız. Təbii ki, elmi xarakteri var bu simpoziumun, amma burada 3 nəfər mütəxəssis əyləşir. Mən elə düşünürəm ki, mütəxəssislərdən gələn mesajlar yerdən, biznesdən gələn mesajlardır. Həmin mesajları burada bax, çoxlu dərslik yazarlar var, burada hocalar oturur. Bunun elmi hissəsi də odur ki, bizim verdiyimiz mesajları bəlkə də bir tövsiyə olaraq onlar öz kitablarında qələmə alanda bizim tövsiyələrimizi nəzərə alsınlar. Daha doğrusu bizim yerdən gətirdiyimiz, verdiyimiz mesajları nəzərə alsınlar mütəxəssis olaraq. Çünki biz görürük ki, bayaq hörmətli Radir müəllim də dedi, BMC-ni tutarır, sertifikat alır, amma iş dünyasında özünü göstərə bilmir. Bu nə ilə bağlıdır? Deməli, bizim haradasa dərsliklərimizdə, elmi yanaşmalarımızda bir səhvliklər var, ya da hansısa bir yanlışlıqlar var, ya da gecikmələrimiz var. Bunu nəzərə alaraq mən düşünürəm ki, bizim panelimiz maraqlı olacaq. Çox sağ olun, təşəkkür edirəm üçün. Tədbir iştirakçılarını salamlayıram. Hörmətli qardaş ölkənin gələn nümayəndələrimizi salamlayıram. Mən qısaca sizə son illərdə vergi sistemində sürədə verdiyiniz vaxtında hansı dəyişikliklər baş verib, bunlar diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar məhz mühasibələrin fəaliyyətində qarşılaşan çətinliklərdir ki, və bu çətinliklərin ardından qaldırılması üçün təkliflər məsələ vergi nümayəndələrindən mühasibələrdən gəldi. Biz son illərdə vergi bəyannamələrinin yeni portal üzərindən BETÖ proqramına ehtiyac yaratmadan gönlərin bilməsi imkanı yaratmışdır. Eyni zamanda Ruslu bəyannamənin və sadələşmiş vergi bəyannaməsinin yəni sistem üzərində o məlumatlar üzrə avtomatik doldurmasını təmin etmişik. Əlavə dəyər vergi vəzləşdirmələrinin də gələcəkdə birbaşa bəyannamə tərtib olunarkən yeni portal üzərində bəyannamə tərtib edilməsi zaman yüklənməsi imkanını hazırda proses üzərində işlədik və yaxın təmin edəcəyik. Onlayn növbə sisteminin yaradılması həyata keçirir ki, bu da üstünlük sahibkarlara baxımından üstünlük yaratılır. Aktörlərin ətalması ilə bağlı portal yaratmışdır ki, müraciət olunan ərzlərin izlənməsi imkanı məhz bu portal üzərindən həyata keçirilir. Eyni zamanda bank hesabının açılması proseduru sadələşdirilir. Bilirsiniz ki, əvvəl bu vergi orqanına müraciət əsasında duplikat alınması əsasında həyata keçirilirdi. Artıq həmin proses birbaşa banka müraciət əsasında həyata keçirilir. Bundan başqa biznes nümayəndələri tərəfindən müxtəlif dövriyyə araçları alınırdı ki, bunun da mühürlət təsdiqlənməsi tələb olunurdu. Bəzi dövlət qurumlarına təqdim edərkən artıq bilirsiniz ki, təqdim olunan son sənədlər QR kodla çıxır və bu QR kod artıq bir növ mühür əvəz etdiyi üçün, yəni bizim həm dəyərli mühasibələrimizin də vergi ödəyicilərinin vaxt baxımından üstünlüyünü yaradır. Bundan başqa qanunvericilikdə elə bir məsələlər var idi ki, bunlar bəzən mübahisəli ziddiyətli məqamlara gətirib çıxarılırdı. Görüşlərdə də bu məsələlər səsləndirilirdi və biz də təbii ki, bu təkliflər üzərindən dəyişikliklər həyata keçirmişik. Bunlara nələr aiddir? Əlavə dəyər vergisi üzrə vergi tutan pərakəndə ticarət subyektlərinə münasibətdə vergi tutan əməliyyatın vaxtı məhz nəzarət kassa aparatının çekinin vurulduğu tarix sayılır. Çünki bilirsiniz ki, bu son günə düşəndə müəyyən sürüşmələr yaranırdı. Bu da inzibatuqda müəyyən mübahisəli halların yaranması nəticələnirdi. Bundan başqa təqdim olunan mallara görə ədəbiyyat baxımından vergi tutan əməliyyatın vaxtı kimi malın həm əsas dəyərinə görə, həm ədəbiyyat məbləğinin ödənilməsi artıq qanunda net olaraq təsdiq olunur ki, bu vergi tutan əməliyyatın vaxtı hesab olunacaq.
Sonra malların dəyərinin ödənilən gündən gec əleyhinə ödənilməsi bilirsiniz ki, 58.6 maddə əsasən maliyyə sanksiyasının tətbiqinə əsas verildi və bu da həmin gün üçün ödənişlərdə bəzən texniki cəhətdən problemlər olduğu üçün biz burada bir iş günü əlavə olaraq mütləq tanıdıq ki, əlavə sanksiyaların tətbiqinə maliyyə işlərinin yaranmasına ehtiyac yaranmasına səbəb olmasın daha doğrusu. Riskli vergi ödəyicilərinin meyarlarında dəyişiklik oldu. Bilirsiniz ki, bu çox mübahisəli hallara səbəb olurdu. Həm meyarlar konkretləşdirildi, həm riskli vergi ödəyicilərinin siyahıya düşməsi və siyahıdan çıxması qaydası müəyyənləşdirildi ki, artıq əməliyyat baş verdiyi tarixdən, yəni qanun faktora təqdim etdiyi tarixdən 15 gün müddətində vergi orqanı bu tip əməliyyatları müəyyən etməli və vergi ödəyicisi bildiriş göndərməlidir. Təbii ki, vergi ödəyicisi 5 gün müddətində həmin bildiriş əsasında əlavə izah edici məlumatları təqdim etməlidir ya da əməliyyatlara düzəliş etməlidir. Bundan başqa məsələ bu məsələ ilə bağlı vergi qanunvericiliyində kontragentlərin tanınması ilə bağlı həm vergi ödəyicilərin hüququ, həm də öhdəlik müəyyən oldu ki, vergi ödəyiciləri əməliyyat aparatları qarşı tərəfin müvafiq iqtisadi resurslara malik olub-olmamağını bilmək üçün bir növ bu mexanizmdən istifadə edə bilərlər və tövsiyə edirik ki, gələcəkdə mübahisəli halların yaranmaması üçün, əlavə maliyyə itklərinin yaranmaması üçün bu sistemdən aktiv istifadə olunsun. Sonra dondurmalı sərəncamlarla bağlı bilirsiniz ki, bəzən problemlər olurdu. Eyni hesaba bir neçə anda dondurmalı sərəncam gedirdi. Son dəyişikliklə artıq əgər bank tərəfindən vergi orqanına məlumat verirsə ki, tələb olunan məbləğ dondurulubdur, növbəti bir iş günü müddətində digər hesablardakı dondurmalı sərəncamlar geri çəkilir. Digər dəyişiklik ithal olunan mallarla bağlı məlumat verilməsi öhdəliyidi ki, bildiyiniz kimi, yəni vergi ödəyiciləri bu barədə vergi orqanına məlumat verməlidirlər. Lakin son dəyişikliklə qeyd olundu ki, əgər vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan təsərrüfat subyekti varsa, bu barədə məlumat vermə öhdəliyi artıq aradan qaldırılmışdır. Eyni zamanda da qanunvericilikdə son illərdə edilən bir sıra dəyişikliklər var ki, bunlar həm biznesin dəstəklənməsi məqsədi ilə də, həm də təbii olaraq mühasibləri də maraqlandıran məsələlərdir ki, bunlara misal üçün qeyd etmək olar ki, yəni işlərlə bağlı mənzil və yemək xərclərinin müəyyən edilmiş norma daxilində xərc kimi tanınması imkanı yaradıldı. Eyni zamanda alış haqları, hansı ki, əvvəl həmin alış haqları xərc kimi bəyan edilə bilmirdi. Bilirsiniz ki, hesablaşmalar haqqında qanun 3.5 maddəsi nəzərdə tutulan mallar üzrə alış haqqının alınması zaten xərc kimi qəbul olunur. Lakin bəzi təsərrüfat əməliyyatları var ki, onlar alış haqqı ilə baş verirsə də xərc kimi tanınmasında problem var idi. Eyni zamanda da nəzarət kassa aparat çek vasitəsilə əldə olunan bəzi günlərlikdə məhsullar olurdu ki, bunlar da təbii olaraq xərc kimi çəkilirdi, lakin xərc sənədi kimi qəbul edilirdi. Bunların da gəlir və ya xərcinin yüksəyinin hər bir halcı 2% həddində xərc kimi tanınması imkanı yaradılır. Sonra cari vergi ödəmələri hesablanarkən keçmiş illərin zərərinin və güzəşt azad olmaların nəzərə alınması həyata keçirilmişdir ki, bu da önəmli dəyişikliklərdən biridir. Nağdsız əməliyyatlar üzrə limit artırıldı, bildiyiniz kimi, ədədə qeydiyyatlı olan ödəyicilər üzrə dövriyyənin 2%-nə bağlandı, 50 manatdan çox olmamaq şərti ilə. Dividend vergisi 5%-ə indirildi ki, bu da xüsusilə biznesin dəstəklənməsi baxımından əhəmiyyətli dəyişikliklərdən biri idi. Eyni zamanda mikro sahibkarları münasibətdə güzəşt bildiyiniz kimi müəyyən müddətdən sonra 3 işliyinə şərtləndirildi. Lakin daxil olan çox saylı müraciətlər, iradlar nəzərə alınaraq növbəti ildən dəyişiklik edilərək bəzi fəaliyyət sahələri üzrə bu şərti, yəni istisna olundu ki, bu sahələrdən biri də məhz mühasibatlıq sahəsidir. Bunlar bütünlükdə qısaca olaraq son illərdə baş verən dəyişikliklər idi ki, mən sizin diqqətinizə çatdırdım, vaxtın qısalığını nəzərə alaraq. Və bir fiskal orqan olaraq təbii ki, bizim də hörmətli mühasiblərdən, eyni zamanda biznes nümayəndələrindən bəzi gözləntilərimiz ondan ibarətdir ki, biz hesabat məlumatlarını təqdim edən zaman bəzən məlumatların aidiyyatı üzrə müvafiq sətirlərdə bəyan edilməməsinin şahidi oluruq. Hətta bəzən güzəşt hüququ olan ödəyicilərin belə bu güzəştdən istifadə etməməsi hallarını müşahidə edirik. Yəni, bu baxımdan düşünürük ki, gələcəkdə bu tipli halların aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi önəmlidir. Bu qədər təşəkkür edirəm diqqətiniz üçün. Mən həm də spikerəm, nədənsə həm moderatörüm spiker olduğunu. Təbii ki, səhərdən salamlaşmışıq, hamımız bir-birimizdən, burada xüsusi qonaqlarımız da var, mən istəyirəm
intervyudan sonra salındı. Burada Asiyadan, Qazaxıstandan, Qırğızıstandan, Özbekistandan gələn qonaqlarımız var. Azərbaycandan xoş gəldilər. Həmişə gəlsinlər. Qırğızıstandan səhərlərimizi 8 nəfər gəlir. Biz anlayabilirsiniz. Yəni, yəqin ki, başa çok da önem verilmeyen həmkarımızın bir orada bir mövzu hoş olur. geldiniz. Ama artık bunun insanların daha doğrusu rəhbərlərinin, maliyyə rəhbərlərinin, mühasibə xidməti rəhbərlərinin bu məsələdən biraz kənarda qalmalarını biz sanki müşahidə edirik. İki ölçülü tərəfdə ən az 7 Auditor cəlbinin vəziyyəti ilə bağlı olacaq. Bir də auditorlar konkret audit proseslərinə başlayanda, süreçlərində hansı problemlərlə rastlaşırlar, hansı çətinlikləri gözləyirlər, görürlər. Mən istəyirəm bunu bir məsələ olsun. Bəlkə təkrar kim olacaq, amma həqiqətən biz auditorlar bunu görürük və bu problemdir. Bu ciddi problemdir. Bu çox vacib və təcil həll olunmalı məsələdir. Əsasən də söhbət gedir orta və iri, kiçik və orta sahibkarlar. Təxminən 30 milyon manata qədər dövrəsi olan müəssisələrdən sahibkarlar. Niyə? Mikro sahibkarı subyektlər ilə iri sahibkarı subyektlərində uçotun vəziyyəti inandırım ki, orta və iridən, daha doğrusu kiçik və ortadan yaxşıdır. Onlarda da vacib düzəlmə məsələləri çoxdur, amma o qədər təcili deyil. Amma mən hesab edirəm ki, kiçik və orta sahibkarlıq subyektlərində mütləq vacib təcili məsələdir. Birinci audit, bunları bilirsiniz, sadəcə olaraq təkrarla bir balaca özümüzü bir, nə deyirlər, təzəliyək və audit edək. Auditin tərifi var. Nədir audit? Bu Azərbaycan deməli, auditor xidmət haqqında Azərbaycan qanununda maddə 2-dir. Yəni, audit müstəqil yoxlamadır və onun məcburiliyi deyə bir anlayış var. Yəni, hamımız auditin məcburiliyi məsələlərdən sahibkarlardır. Niyə? Mikro sahibkarı subyektlər, bir də iri sahibkarı subyektlərində uçotun vəziyyəti üstünü inandırır ki, orta və iridən, daha doğrusu kiçik və ortadan yaxşıdır. Onlarda da vacib düzəlmə məsələlər çoxdur, amma o qədər təcili deyil. Amma mən hesab edirəm ki, bir audit var. Kiçik və orta sahibkarı subyektlərində mütləq vacib və təcili məsələlər. Birinci audit, bunları bilirsiniz, sadəcə olaraq təkrarla bir balaca özümüzü bir, nə deyirlər, bir təzəliyək, bir analiz edək, necə deyirlər. Auditin tərifi var. Nədir audit? Bu Azərbaycan deməli, autor xidmət haqqında Azərbaycan qanununda maddə 2-dir. Yəni, audit müstəqil yoxlamalıdır və onun məcburiliyi deyə bir anlayış var. Yəni, hamımız bilməliyik ki, auditdə məcburlik deyə bir şey var. Amma məcburlik elə-belə deyil, bunun bir mahiyyəti var, elmi əsaslandırması var. Məcburlik o deməkdir ki, sizin cəmiyyət üçün, hansısa bir istifadəçilər üçün verdiyiniz göstəricilərin üçüncü tərəfdən təsdiqi var. Biz auditorlar, belə deyək, sizin audit yoxlamadan keçən təqdim etdiyiniz göstəricilər etibarlı göstəricilərdir, inanlı göstəricilərdir. Onlara güvənmək olar. Harada oxusalar, görsələr, buna inana bilərlər. Yəni, bu mesaj cəmiyyət üçün çox yaxşıdır ki, bu şəffaflıq deməkdir, iqtisadi inkişaf deməkdir. Yəni, məcburilik mütləq olduğunu bir dəfəlik anlamaq lazım. Bu var. Sonra məcburiyyətdən keçmənin qanunvericilikdə əsasları var. Mən çox müşahidə etmişəm, bəzən bilmirlər. Ən çox bizdə təşkilatı hüquq formalar, imencələr bu, bir də səhmdar cəmiyyətlər. Hər ikisinin mümkün məcəllərdə göstərilir, konkret maddəsi var. Yəni, sadəcə maddən oxumaq istəmirəm. Yəni, bu deməkdir ki, həm imencələr, həm də səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyət, açıq səhmdar cəmiyyət. Amma mən başqa formada getirmirəm. Onlar məcbur auditdən keçmək üçün tələb olunan müddəalardır və bilin ki, bu qaydaların pozulması birbaşa həm baş mühasibə, həm də rəhbərliyə məsuliyyət gətirir. İndi nə cür məsuliyyət gətirir, mən o vaxtda danışmaq istəmirəm. Metro izbat xətalarından, cinayət məsuliyyətindən mən danışmayacağım. Çünki bunu xoşlamıram və bu bizə, belə deyək də, ağır edir. Sonra məcburiyyətdən keçmənin qanunvericiliyə digər əsasları var. Yəni, ayrı-ayrı qanunverici aktlardan, normativ aktlardan, konkret, misal üçün, bank sektorları, fəaliyyətinin məşğul olanlar, sığorta şirkətləri, onlar üçün ayrı-ayrı normativ aktlarda özləri üçün, təbii ki, bunlardan səhərinin adına qeydən keçmiş normativ aktlardır. Yəni, sıralamışam. Çox güman ki, bu slaydı paylayacaqlar sizə. Burada bütün məcburiyyətlərin nədən irəli gəldiyi göstərir.
Və buna inşallah kim istər sonra bu slaydı əldə edə bilərsiniz ki, məcburiyyət bizə tələb edən qanunvericilik əsasları. Mən yenə bunları oxumuram, sağlamıram. Baxa bilərsiniz. Mənim əsaslı sizin diqqətinizə yetirmək istədiyim bu iki maddə. MNC-lər və səhmdar cəmiyyətlər üçün məcburi adətən keçməni göstərən müddəadır. Məcburi adətən keçməni qanunvericilik əsası və bu davam edir. Siyasi partiyalarından tutmuş, hamısı bir burada qanunvericiliyin özünün əksini tanımışdır. İndi müşahidələriniz nədir? Bax, auditoru dəvət edirlər. Yenə dedim, söhbət əsasən mənə görə kiçik və orta sahibkarlıq subyektlərinə gedir. Bunu birisində dəyəri, daha doğrusu dövriyyəsi 3 milyon manatdan, daha doğrusu 3 milyon manatdan yuxarı 30 milyon manata qədər olan məqsəd. Bax, nə görürük? Maliyyə hesabatları çox hallarda hazırlanır. Bunda sadalatların 50% üzərindədir. Yəni, bəzi sözünü mən burada yazmamışam. Bilməm, yazmışamsa, yəni, var bəzi söz. Məncə olmamalı. 50% yuxarı məsələlərdə biz bu problemi görürük. Bu problem bizə çətinlik yaradır. Və biz əminlik əldə edirik, sizin təqdim etdiyiniz maliyyə hesabatlarla bağlı və ki, bizə təqdim etdiyiniz hər hansı bir soru cavablarına. O maliyyə hesabatlara ya hazırlanmır, ya tam hazırlanmır, ya da bəzən bunu yanlış olaraq auditorlara həvalə edirsiniz. Etməyin bunu. Auditorlar sizin üçün maliyyə hesabatı hazırlayan deyil. Sadəcə olaraq, yenə deyil, etməyin mesajım sizə deyil, sadəcə ümumi deyiləm. Burada elm alanlar bir fikirləşmək lazım, bəlkə bir broşürlər hazırlayasınız, hansı bir xırda bir bukletlər hazırlayasınız, bülletenlər hazırlayasınız. Bu məcburluğu necə formalaşdıra bilərsiniz? Bir inzibati qaydada yox, düşünərək, istəyərək, sevərək, necə deyərək, lazımlı bilərək, onun ehtiyacını hiss edərək, necə acıyanda yemək yedik. Yəni, ehtiyac hiss edərək ki, həqiqətən bizə bu lazımdır və biz həqiqətən maliyyə hesabatlarını hazırlamalıyıq. Bugün bir cəmiyyətdə görülür ki, ən çox hətta orta, kiçik sahibkarlıq subyektləri maliyyə hesabatlarını yazırlar, ya tam hazırlanır, ya da bəzən bunu yanlış olaraq qərar edirlər. Yəni, hamısını sağlam edin əsasında. Uçuş siyasəti yox. Uçuş siyasəti hamısında eynidir. Uçuş siyasəti olmaması biz nə deməkdir? Yəni, uçuqda fikir verilmir. Yoxdur sizin bir qaydalarınız, daxili qaydalar. Uçuş siyasəti yoxsa, o deməkdir, siz sənət dövrəyənizdə yoxdur. Sənət dövrəsi nədir? Sizin Moskva-Çotu qeydləri üçün əsas hesab edilən sənətdir. Bu normal olmasa, bunun altını imzalar, altı məsul şəxslər, yəni əməliyyat başlayandan sona qədər olan proseslər, bu sənədin hazırlanması, adına kimi, növünə kimi, imzalara kimi, kimlər məsuliyyət daşıyır. Bunlar barədə sadəsini var, uçuş siyasətinin bir hissəsidir. Orada çox şeylər var. Biz ancaq əsas prinsiplər var. Yəni, bunlar yoxdur, çalışın artıq uçuş siyasəti barədə öz rəhbərliklərinizə gəlmasıqlar varsa və rəhbərliklərində var ölçümləri. İnventarizasiya var. İnventarizasiya bizdə normativlər var. Aktiv vektörlər və kartların inventarizasiyaları var. Bütün aktiv vektörlər inventarizasiya deyilər. Yalnız materiallar, maddə əşyalarından getirmişsə. Bütövlükdə. Dektorun, bunlar demək olar ki, çox az məsələlər verir. Biz gedəndən sonra azalır inventarizasiya var. Mən autor kimi gedəndə özüm aparam inventarizasiya. Məcbur edici inventarizasiya yox. Alternativ də tapa bilirik bəzən. Bu çətinliklər verilirsə. Yenə deyirəm, bəlkə yazarlar, elm adamları buna baxsınlar. Bizim mesajımızdır. Bu həqiqət, reallıq. Borclar üzləşdirmələr. Bilirəm, inanırsınız, mən razıyam. Mən bilirəm ki, mənim alacağım X manatdır, verəcəyim X manatdır. Təsdiqi olmalıdır, bunu edin. Şükür alan elektronlaşma var, elektron qaydada karbizatını veriyorlar bizə şəratı. Elektron bunlar əldə edirlər. Asan imza, sima, elektron sənət formasında siz bunlar əldə edirlər. Heç harası getmək, gəlmək, kağızlaşmasını bunlar etmək edəcək. Mənim vaxtım, mən özüm nəzarət edirəm. Nəysə, belə binaların yenidə qiymətləndirilməsi. 50 il bundan qabaq olan binanın qiyməti indi daha baha. Amma 50 il bundan qabaq binanın indiyə qədər amortisasiya edərək gətirib bəlkə qiyməti 1000-2000 manat, 2000-2000 manat kimi götürür. Tələb onların əvvəlki dəyərinə fikir verilmir. Köhnədən binalar var. Ən çox da səhmdar cəmiyyətlər, hansı ki, özəlləşmədən sonra səhmdar cəmiyyətlər köhnə qiymətləndirmədən qalan rəqəmlərini verirlər. Maliyyə sabahlarında yenidən qiymətlərini aparılır. Yəni, yenidən qiymətləndirmələrə
ehtiyac var. Bunun üçün ayrıca bir standart var. Burada mənfiyyət verisi bəyannaməsinin bir nömrə əlavəsinin düzgün tərtibi olmaması. 90% hallarda mən düzgün tərtibi olmamayı. Yəni, yola verir. Vergi orqanının üzr istəndə bəlkə bir koru çıxır. Fikrin heç vecinə deyil. Narahat olmuyor. Ondan biz proqramı tapacaqsa, neysə səbirliyiz. Bir dənə sorunu verəndə sualın altında qalır, cavab verə bilmirik. Mən bilirəm sizin malik olduğunuz tanımında uşaq olmur. Amma belə deyək, digər ötəli, digər aktiv yapıb yorulmaq məsələlərini bitirmək lazımdır. Biz götürük, vergi hissəsində avuç salını görürük ki, bir nömrəli əlavə düzgün deyil. Onun birisine belə riskləri var. Sonra da tələb edirsiniz ki, bizə müstəfə edir. Burada sənət devrəti dedim, giriş təlimatları. Ən çox bunu görürəm. Bəzən, fətməndə çox işdəki bu hallarda bizə fırıldaqçılıqla bağlı və yaxud da ki, ən asıl bir çatışmazlıqla bağlı müraciət olunur. Baxırıq. Bir əmək müqaviləsi var, bir də evlərin maddi məsuliyyət müqaviləsi. Bir nömrəni götürürlər, nə giriş təlimatı var, vəzifə təlimatı açıq deyil. Sadəcə mən hətta baş mühasibin əmək müqaviləsinə baxmışam, vəzifə təlimatı yoxdur. Elə bir mühasibə xidmətinin rəhbərliyi həyata keçirmək. Nə? Sıralamaq lazımdır. Çalışın. Nə qədər vəzifə təlimatında çox xırdalar olsa, çox detallar olsa, bir o qədər yaxşı ki, məsuliyyət dəqiq bilinməlidir. Məsuliyyət də boşluq olmaz. Məsuliyyətin müəyyən olmasında boş yer qoymaq olmaz. Mən bu boşluqları çox görmüşüm. Bank kartları ən çox, bunu biz zirvədə də müzakirə eləmişdik, hətta mən sual vermişdim, mən bizim konkret cavab verdi. Biz gördük ki, bank kartını eləcəyinə böyle rəhbərlik elə özünün ev kartı kimi istifadə edir. Olmaz. Biz buna biznes kart deyil, əslində o bir hesab, bank hesabıdır. Müəssisənin bank kartının bir funksiyası, o təcili yerində köçürüm olmaz, ən çox sərgilərdə, anında bir şey eləmək üçün, və yaxud da ki, eczanə üçün, digər anında bir köçürmə əməliyyat edilmək üçün lazım olan kartdır. Yoxsa bunun üçün mən gedib bazarda verirəm, hədiyyə alıram, qonaq yola verirəm, bunun üçün deyil. Etsəzə bunun çox fəsadları var. Burada yanacaq silinmələri. Təbii ki, soruşsaq, yanacaq silinmələrinin cədvəllərini 90% anlarda görürük. Belə alınan elektron bərmə faktorlarını birbaşa xərclərdə tanıyırsınız. Mənə görə düzgün deyil. Orada bir sinə belə etkiləri var. İndi müasir necə kəşf, rəhbərlik razılaşır və s. Belə deyil. Bu qaydalar da belə tələb edilir. Burada xidmət müqavilələri çox sadə yazılır. Mümkün məsələdə müqavilənin standart şərtləri var. Xidmət müqavilələri bir cümlə ilə, iki cümlə ilə, bir vərəqdən ibarət. Əksində xidmət müqaviləsi daha geniş olmalıdır. Və onun az sənədi, təhlükəli prosesləri geniş yazılmalıdır. Sadə ifadələrlə xidməti sənədləşdirib bir tərəfə qoyursunuz. Bütün yoxlamalarda, ən çox dərəcəzlikdə istifadə olunan əməliyyatlar xidmət əməliyyatları. Və bunu ciddi fikirdir. Elə bilməyin ki, yoxlama nəzarət funksiyasını yerinə yetirən orqanlar bunu bilmir. Çox gözəl bilir. İndi süni intellekti elə cahil var. Cümlənin yazılışından vergi orqanı bilir ki, bu cümlənin içində nə yazılır? Siz inanırım. Yox, nədir bu? Elektron bərmə faktorunun içində yazdığınız cümlə var. Mal, iş və xidmətin adı. Onun quruluşundan bilir adisi. Ki, bunun arxasında nə yazılır? Yəni, bu əmtəsiz əməliyyat yoxsa yox. Yəni, belə şeylərə fikir vermək var. Düz biz bunları görürük, görsək, belə şeylər var, auditor tərəfindən təklif olunub, dəyişdirilə bilmir, düzəliş edilə bilmir. Yəni, artıq keçmiş hadisələrdə və yaxud da ki, keçmişi qartma olur, ya sənədi təzələmə olur. Müəyyən ikili yazışlarla bağlı, maliyyə sabahında yerlərimiz olmayanda müəyyən könüllülər edildik. Yəni, burada çox izah, biz ən çox soruları gecikdirirlər. Soru verir, soru vaxtında gəlmir. Auditor soruya cavab almalıdır. Bəzən müəyyən bir əməliyyat eləmək üçün araç, izah istəyirik. Yerlərdən qorxu var, sanki elə bilirlər ki, biz müstəndik. Elə deyil. Araçımız ona görə alır ki, izahat ona görə alır ki, əməliyyatın, daha doğrusu göstəricinin əminliyini əldə eləmək üçün iqtisadi hadisə həqiqətən baş verirsə, əminik ki, amma tam əmin deyilik. Ona görə məcbur ki, izahat və araç alır. Bir də audit xidmətlərinin minimum həddi, çox sıralaya bilərdim, yəni ən çox üzdəkilərin məqlədim. Auditor xidmətinin minimum məbləği barədə narahat olmayın, çox minimum məbləğ, çox aşağı məbləğlərdir və bundan kənara durmaq lazım deyil. Mən hesab edirəm ki, siz 99% hallarda o məbləğin qatı ilə sizi xeyirli götürəcəksiniz.
mən elə bir auditim oldu ki, orada onlarla mən tövsiyə dəyişik, düzəlişlər edim. Şəxsən mənə verilən auditor kimi haqqın əvəzini mən qaytarıram. Mən qaytarıram, hətta 2 qatı ilə qaytarıram. Belə hallar olur. Keçək maliyyə hesabatının təqdim edilməsi qanunvericilikdə əsası bu nədir? Bəzən sual olur ki, bu tendens, daha sonra düşüncə var. Biz maliyyə hesabatlarını kimə verməliyik? Təzarruf subyektlərinin əksəriyyəti maliyyə hesabatlarının kimə təqdim edilməyini bilmir deməzdir. Sanki elə bilirlər ki, heç kimə təqdim etməyəcək. Ona görə heç hazırlanmırlar. Əgər təqdim edilsi bir yerin yoxdursa, niyə hazırlayın? Var, yox, təqdim etməlisin. Burada hansı göstərir, hansı tarihlərə və kimə? Burada maraqlı olan birisi nədir? Burada mən bunu qızartmaq istəyirdim. Birlikdə, deməli, mikro-təşkilatlar, burada bir hissədə var. Deməli, mühasiblər, daha doğrusu rəhbərlik maliyyə hesabatlarını təqdim etməlidir iştirakçıya. Yəni, siz özünüz iştirakçıya, iştirakçı dedikdə mən səhmdarları, təsisçiləri və s. Və onlar da bu barədə Maliyyə Nazirliyinə məlumat verməlidir. Təbii ki, o hissə işlənir. Yəni, sahibkar mən rəhbərliyindən, mühasibindən maliyyə hesabatını aldım deyə bir məlumat ötürüm deyə bir şey bugün işləmir o prosesi. Hərçək bu qanunvericilikdə var. Yəni, bunun da məncə bir dəyişikliyə ehtiyac var. Yəni, bilin ki, hesabat, maliyyə hesabatları təqdim olunmalı iştirakçılara da məlumatı ötürməlidir maliyyə nazirliyinə. Sadəcə məlumat verməlidir. Birisi də gələnlərdən artıq mühasibatlıq sistemi, yəni maliyyə hesabatlarının Maliyyə Nazirliyinə ötürülməsilə bağlı xüsusi portal hazırlanır. Daha bu deməkdir ki, səhvlərimizə orta və iri sahibkar birinci başlayacaq və kiçik sahibkarlı subyektlər də orada var. Yəni, dövləsi, kiçiliklər olan bütün məsələlər maliyyə hesabatlarını Maliyyə Nazirliyinə göndərəcəklər. Yəni, ki, orada da siz məcburi auditdən keçənlər mütləq məcburi audit rəyi ilə birlikdə 30 sentyabr, 30 aprelə qədər digərləri isə konsoliddə hazırlamalar iyun ayının 30-una görə, 30-dan gecə onları təqdim etməlidir. Amma aprel ayının 30-una dək o demək deyil. Demək, 30-na kimi siz auditor rəyini də almalısınız. Auditor üçün də heç olmasa minimum 2 həftə, elə demiş olmalı, minimum 2 həftə nəzərdə tutmalısınız. Bu deməkdir ki, sizin hesablatınız aprelin 30-una yox, ən gecə aprelin 15-inə hazır olmalı. Mən deadline-ları deyirəm. Ən gecə aprel ayının 15-inə hazır olmalıdır ki, 15-ində də sonra auditor gəlsin, heç olmasa 30-una kimi çatdırsın ki, bir 7-sini maliyyə nazirliyinə təqdim olunur. Bu da auditdən keçmə səviyyəsi, bu yaxşı bir statistikadır. Mən onu 22 may 2023-də Report İnformasiya Agentliyindən götürmüşəm, bizim palatanın nümayəndələrini almış müsahibədir. Baxın, deməli, 58 var, amma 5432 məcburi audit subyekti var ölkədə. Birisi də 1 milyona yaxın təzərrüat subyekti var, bunun böyük əksəriyyəti fiziki şəxslərdir. Bilməm, 100 min ya nə qədərsə aşağı yığış şəxslərdir. O 5432 məcburi audit subyekti var. O 5432-dən 2256-sı və 41.5%-i üstəlik auditdən keçir. Azdır, o biriləri keçmir, yayın. Bu, belə deyil, əvvəlki dövrlərlə müqayisədə yaxşı göstəricidir. Amma ümumən, yaxşı, sərmayə cəmiyyətləri məcbur olurlar, 15-14%. Amma MNC-lər 41%, qurlu hüquq şəxslər 48%. Yəni, çox da böyük məbləğlər deyil, mən deyərim, aşağı məbləğlərdir, bunları da diqqət etməlidir. Yəni, faizdən o tərəflər o deməkdir ki, bunlar artıq qayda qanunları pozulmalı. İndi, təbii ki, cərmələr bir o qədər ciddi deyil, yəni isti münasibət var, həm Auditor Palatası tərəfindən, həm Maliyyə Nazirliyi tərəfindən, həqiqətən cərmələr məsələlərində yumuşaq davranışlar, amma yumuşaq davranışlar artıq yetməlidir. Mən bu qədər çıxışımı bilmək istədim. İnşallah nəzərə alanlar, həm kimsə yazarsa, bir şərh verərsə, daha yaxşı olur. Təşəkkür edirəm diqqətinizə. Ümumiyyətlə, qanunvericilik var və bu qanunvericilikdən irəli gələn öhdəliklər, tələblər var. Bu birbaşa təzərrüat subyektlərinə layiqdir və öhdəlik daşıyan şəxs kimi həm də auditorlar öhdəlik daşıyır. Hörmətli Şamxan müəllim, buyurun, söz sizindir. Deməli, Şamxan müəllim audit prosesi zamanı şirkət pullarının yığılması, əmlakın legallaşdırılmasına qarşı, sonra terrorizm maliyyətçiliyinə qarşı mübarizə metodikaları ilə bağlı fikirlərini buyurun Şamxan müəllim.
Çox sağ olun Mehdi müəllim. Hər vaxtınız xeyirli olsun. Hər birinizi salamlayıram. Sizləri burada görməkdən çox məmnunam və burada da mənim iştirakçı olaraq dəvət olunduğum üçün də Rabbim müəllimə çox təşəkkür edirəm. Adım Şamxal Kərəmoğlu, bu sərbəst auditorum eyni zamanda palata tərkibində şirkətə nəzarət müfəttişi və EYT müfəttişiyəm. Yəni bu funksiyaları yerinə yetirirəm. Əslində mənim təqdim edəcəyim bugünkü prezentasiya biraz uzun idi, amma Mehdi müəllim xahiş edir ki, bunu 10-12 dəqiqə aralığında saxlayıb. Ona görə maksimum dərəcədə sürətli deməyə çalışacağım. Əgər hər hansı bir sualınız yaranarsa, sonda cavablamağa hazır olacağım. Mənim mövzum budur. Audit prosesi zamanı seçki pullarının yığılması və EYT metodikası. Təbii ki, audit prosesinin nə olduğunu hamımız bilirik. Seçki pullarının yığılması deyəndə də insanların yadına çox önemli şeylər düşür. Amma EYT sözündən ya da bu qısaltmayla ola bilsin ki, bir çoxumuz tanış deyil. Onun üçün də biz birinci EYT nədir? EYT metodikası nədir? Biz onu bilməliyik ki, mövzumuza tam şəkildə davam edə bilərik. Demək, EYT bir qısaltmadır. Bu qısaltma cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə. Yəni, cinayət yolu ilə əldə olunmuş hissəsini qoyuluraq, əmlakın leqallaşdırılması əyalı, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə TFM, yəni EYT-nin qısaldılmış versiyasının, yəni uzadılmış hissəsi budur. Və bunun haqqında bir qanun da var, birazdan onu sizə deyəcəm. Və çeşitli pulların yığılması dedim də sizə. Çeşitli pulların yığılmasının bunun fərqi nədir deyə soruşacaqsınız. Əslində çeşitli pulların yığılması bu mübarizənin çox balaca bir hissəsidir. Çox balaca da deməyək ki, bir istiqamətidir. Müəyyən bir istiqamətidir. Yəni, çeşitli pulların yığılması haqqında danışırsa, bu EYT-nin tərkib hissəsidir. Kimi başa düşə bilərsiniz. Hansı ki, bu mövzuda artıq qlobal maliyyə sistemini dünya ticarətini çox ciddi şəkildə tərtib edir. İndi keçək bu EYT dediyimiz məfhum niyə yaranırdı? İlk dəfə 1931-ci ildə Al Capone deyilən bir mafiya lideri var. Yəqin ki, eşitmişsiniz adını. Bu adam mafiya lideri spirtli içki satmaçılığı olur ya müəyyən qanunsuz əməliyyatlarla varlanmış, var dövlət sahibi olmuş bir adamdır. Fərqli şeylər də var da, indi o adamı çox qana qoymayaq. Demək, bu Al Capone həm polisləri, həm hakimləri rüşvət verərək satın almış bir adamdır. Amma onun həbs olunması bu etdiyi qanunsuzluqların heç birinə görə olmadı. Sırf vergi ödəmədiyinə görə o adam həbs olundu və məhkəmədə ondan soruşuldu ki, hakim soruşdu ki, siz bu qədər sərvətiniz var və bunları haradan əldə edirsiniz? Yəni, sizin bu gəlirinizin mənbəyi nədir? Necə ki, biz banka gedib dollar qırqalamaq istəyəndə bizdən soruşurlar ki, sizin bu gəlirinizin mənbəyi nədir? Haradan formalaşır? Biz də deyirik maaş, ya təsirsiz gəliri və s. Bu da onun kimi bir sual idi, amma Al Capone və onun vəkilləri bu suala cavab verə bilmədi və Al Capone həbs olundu. Demək ki, bu bizə, bu hadisədə, bu məhkəmə prosesində çox önəmli bir şey öyrətmiş oldu. Bu nədir? Cinayətkarların birinci problemi cinayəti törətmək deyil. Onlar qanunsuz şəkildə əldə etdikləri pulları təmiz şəkildə göstərməlidirlər. Yəni, adamlar qanunsuz fəaliyyətdən gəlir əldə ediblərsə, bu gəlirləri dövlət nəzdində və ictimaiyyət nəzdində təmiz formada göstərməlidirlər və bunun üçün də pul yuma dediyimiz, money laundering dediyimiz artıq məfhumlar yaranmış oldu və bugünün statistikasına baxanda isə artıq həm Beynəlxalq Valyuta Fondu, həm Dünya Bankı, həm də FATF-ın son hesablamalarına görə bu rəqəmlər, yəni çeşitli pulların yumulması rəqəmi təxminən 800 milyardan 200 milyon ABŞ dollar arasındadır. Bu inanılmaz bir rəqəmdir. Yəni fikirləşin ki, 1 milyon dollarınız var və bu 1 milyon dolları, yəni bəlkə də sizin nəvələrinizə qədər bəsəgəcə bir şeydir. 1 milyon, 5 milyon, 10 milyon, 100 milyon, 900 milyon, ondan sonra artıq 1 milyar, bu isə 800 milyardan başlayır. Yəni aradakı fərqi izah edə bildiyimi düşünürəm və EYT-nin yanında artıq bizim yanımızda nə düşəcək, yəqin ki, təxmin etdiniz. İndi keçirək. EYT-nin müəyyən mərhələləri var. İndi biz deyirik ki, bu pulu təmizləyirlər, yəni seçki pulu təmizləyirlər. Bunun da 3 mərhələsi var. Bu 3 mərhələ nədir? Birinci placement dediyimiz yerləşdirmə mərhələsidir. Hansı ki, bu seçki pul maliyyə sisteminə daxil olur. Və ikinci hissə, hansı ki, bu ən çətin hissədir, buna layering deyirlər, yəni qaplaşdırma. Burada isə müəyyən mürəkkəb əməliyyatlar vasitəsilə həmin o izlər getirilir. Yəni, seçki pulun təmiz pula keçirilməsi çox mərhələli bir əməliyyatlardan, mürəkkəb əməliyyatlardan keçərək artıq təmiz pul adını alma yolunda gedir.
Belə deyək də, pulu bir neçə struktur çərçivəsində formulayırlar ki, bu pul təmizlənsin. Sonuncu isə integration dediyimiz qanuni iqtisadiyyata qaytarılmasıdır. Burada bunun üçün bir belə izah edici bir şəkillə qoyub, prezentasiyalar sizə göndərdiyi zaman daha ətraflı onu incələyərsiniz. Bizim üçün burada fakt çox önəmlidir, Financial Action Task Force. Bunların bir dənə tövsiyəsi var. O tövsiyələri ümumiləşdirsək, bizdən risk əsaslı yanaşma tələb edirlər. Müştəri tanıma prinsiplərini müəyyənləşdirirlər. Müştəri tanıma prinsipləri birisi KYC deyilir buna, Know Your Customer, hansı ki bizdə vergi məcəlləsində 2 il əvvəl bu əlavə olundu, kontradiklərini araşdır tərzində bir ad verilibdir. Düzdür, o riskli vergi ödəyicisinə aiddir, amma eyni prinsip üzərində qurulub. Şübhəli əməliyyatların bildirilməsini tələb edir, hansı ki biz auditorlar olaraq bunu bildiririk, beynəlxalq əməkdaşlıqda stimullaşdırırlar. Daha sonra isə Azərbaycan qanunvericiliyi və beynəlxalq audit standartlarını nəzər yetirsə, yəni bu necə tənzimlənir və bu dediyimiz şey necə tənzimlənir? Birinci, Azərbaycan qanunvericiliyinə əsasən bayaq sizə dediyim, əyərliyimin qısaltması olan eyni adda qanun var. Yəni cinayət yolu ilə əldə olmuş əmlakın legallaşdırılması və terrorçuluğun maliyyə rüşvətləməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu var. Ondan sonra isə gəlir cinayət məcəlləsi, hansı ki 193-1 və 214-1-ci maddələr var ki, bunu tənzimləyirlər. Hər həftə maliyyə sanksiyaları haqqında qanun var, inzibati xətalar məcəlləsi var, korrupsiyaya qarşı mübarizə, Nazirlər Kabinetinin normativ hüquqi sənədləri, eyni zamanda Maliyyə Monitorinq Xidməti və Auditorlar Palatasında metodik sənədləri mövcuddur. Maliyyə Monitorinq Xidmətini də eşitməyənlərimiz varsa, bunlar əyiltiyini tənzimləyən qurumdur. EMİMXA deyirik biz qısaca. Daha sonra keçid edirik. Daha sonra biz indi Azərbaycanda bunların hansı qanunlarla tənzimlənir, onu sizə dedim, amma audit standartlarında bəs bunlar hansı standartlarla tənzimlənəcək? Bizim əsas burada 2 dənə standartımız var. Biri 240 nömrəli standartdır, digəri isə 250 nömrəli standartdır. 240 nömrəli standartını alın oradan oxuya bilərsiniz. Maliyyə səbəblərinin auditində dövlət usul xallarına görə auditorun məsuliyyətidir. 250-ci isə yenə maliyyə səbəblərinin auditində qanunvericilik və normativ aktların nəzərə alınmasıdır. Və həmin basda bizdən tələb edir ki, biz tələddüzlük riskini qiymətləndirməliyik, şübhəli əməliyyatları müəyyən etməliyik, peşəkar spektizm prinsiplərini tətbiq etməliyik. Bu spektizm sözü çaşdırmasının şübhəçilik deməkdir, peşəkar inamsızlıq deməkdir. Müvafiq hallarda da məsul orqanlara məlumat ötürməliyik. Daha sonra isə auditorun rolu və məsuliyyəti hissəsində biz auditorlar olaraq biz birinci müdafiə xəttiyik, biz ikinci müdafiə xəttiyik. Niyə? Çünki auditor historikal deyil üzərindən hərəkət edir. Yəni, baş tutmuş əməliyyatları biz analiz edirik. Amma əməliyyat yerində, real vaxtda baş verdiyi zaman bunu maliyyə institutları edir. Yəni, banklar bizdən bir əməliyyatı özü yerində də baxıb, bunun əyildiyi riskini araşdıra bilirlər. Biz bu əməliyyat baş tutduqdan sonra buna baxa bilirik. İndi, bəs bizim auditorun əsas funksiyaları nələrdir? Birinci risklərin qiymətləndirilməsidir. Yəni, müştərinin biznes modelini, əməliyyatlarını, maliyyə axımlarını təhlil etməliyik. Şübhəli əməliyyatların aşkarlanması. Auditorlar üçün ən böyük təklif budur. Niyə? Çünki biz bilirsiniz ki, Avro-Vatan əminliyi əldə edirik. Yəni, tam əminliyi əldə edirik. Avro-Vatan əminliyini isə biz seçmə üsuluyla seçdiyimiz müəyyən əməliyyatların yoxlaması nəticəsində gəlib çıxmış olur. Yəni, seçmə üsulunu elə doğru etməliyik ki, bizim mövzumuzdan hər hansı bir şey yayılmasın. Əks halda şübhəli əməliyyatların aşkarlanma riskimiz böyükdür. Daha sonra sənədləşməli, burada sübutların tutulanmasıdır. Birisi sübutlar olmadan bir ümumiyyətlə rəy verə bilmərik. Məlumatlandırma isə maliyyə monitorinq xidmətinə məlumatın ötürülməsini tənzimləyir. Praktiklərdən bir nümunə qoymuşuq bura, onu sizə izah edək. Orta ölçülü bir ticarət şirkətində auditor bu hallarına rastlaşır. Nədir olar? Nağd pul dövriyyəsinin qanunda nəzərdə tutulan limitdən yüksək, həmçinin fəaliyyətə aid olmayan xəstələrin olması. Buradakı bu limit, nağd pul limiti sizi çaşdırmasın. Çünki nasıl sərbəşmələr haqqında qanunlar bilirsiniz ki, 15 min var, 30 min var, 50 min qədər devam edir, amma əylədiyin qanunda bu limit 20 min manatdır. Yəni 20 min manatın üzərində hansı bir nəqləmə gəlib olursa, auditor olaraq məndə artıq şübhə yaranır ki, siz bu dövrdə, bu rəqəmsal dövrdə, bu bank dövründə niyə nəqləməyə həyata keçirirsiniz? Daha sonra isə rəsmi bank hesablarıyla faktiki dövrəyə arasında uyğunsuzluqlar eyni gündə çox sayılı kiçik məbləğli əməliyyatlar. Bu da çox önemlidir. Buna smart əməliyyatlar deyirlər. Şirinlər də Çinlidə tərcümə olunlar. Yəni şirinlər kiçik şeylər var. Bilirsiniz də o mavi renkli olanlar. Bunun niyə adını smart qoydular? Çünki 50 min manatlıq bir ödəniş etsə, kimsə, yəni qeyri-legal bir ödəniş etsə, nə olacaq? O artıq gözə batacaq. Yəni 50 min manatdır. Amma bu 50 min manat 50 yerə bölür. Hissə, bir neçə günə ya da bir neçə edilsə, bu zaman bu çox da diqqət mərkəzində olmaz. Doğrudur mu?
Daha sonra isə təyinatı məlum olmayan xarici və yerli kontragentlərlə əməliyyatlar bundan hamının köçürmələrdir. Və bizim auditor olaraq öhdəliyimiz ondan ibarətdir ki, bizdə əgər şübhət qəza, şübhə yaradan hallar varsa, biz həmin anda bu seçkinin müddətində Ali Monitoring Xidmətinə bu məlumatları məndə şübhə var deyə ötürməliyik. Yəni, bu alına ötürülür ki, Maliyyə Monitoring Xidməti bundan məlumatı olsun. Daha sonra mənfi rəy təqdim edilir təbliğ şirkəti və auditor olaraq bizim vəzifəmiz bu məlumatı ötürməkdir. Amma eyni zamanda bizdən tələb olunan olur ki, müştəriyə bu barədə biz qətiyyən məlumat verə bilərik. Yəni, anonim şəkildə müraciət etməliyik. Bu məlumatı bizim ötürdüyümüzü, auditorun ötürdüyümüzü müştəri bilməməlidir. Bu da belə, qırmızı bayraqlar dediyimiz red flags var. Burada biz əsas risk əlamətləri bizim üçün nədir? Onu aydınlaşdırırıq. Əməliyyat səviyyəsində nədir? Mürəkkəb və iqtisadi məntiqi olmayan əməliyyat strukturlarla qarşılaşa bilirik. Yüksək riskli zonalar əməliyyatlar bizim üçün çox önəmli. Hansı ki, offshore-lara misal verə bilərik. Naqdın intensiv və fəaliyyətə uyğun olmayan istifadəsi, qiymətlərin fəaliyyətdən çox yüksək olması misal verilə bilər. Müştəri səviyyəsində isə şirkətlər dediyimiz, bu həm xarici təcrübədə, həm də bizim dildə eynidir. Şirkətin real fəaliyyətinin olunması və ya çox məhdud olması kimi bunu tərcümə edə bilərik. Mürəkkəb strukturunun şəffaf olmaması, rəhbərlik tez-tez dəyişməsi, auditə qarşı müəyyən müqavimətlər və sənəd səviyyəsində də sənədlərin orijinal olmaması və ya oxunduğu zaman anlaşılmamasıdır, misal göstərilə bilər. Beynəlxalq əməkdaşlıqlar hissəsində vaxtımızı deyə keçirəm. Daha sonra çağırışlar hissəsində mən sizə deməliyəm ki, qarşımızda duran əsas çağırışlar nələrdən ibarətdir? Bu birinci texnologiyadır. Bilirsiniz ki, texnologiya inkişaf edir, hamısı edilir, amma bu texnologiya inkişaf etdiyi zaman özünə çox böyük risklərlə gətirir, yeni risklərlə söhbət edir. Məsələn, kriptovalyutalar, enerjilər və digər aktivlər, rəqəmsal aktivlər yeni məhsullar olan yeni risklərdir. Və bu riskləri aydınlaşdırır və qarşılıqlı olaraq kadrlara ehtiyacımız var. Hansı ki, kadrlarda bizim çox böyük çatışmazlığımız var və bu yeni risklərlə bağlı, yeni risklər ortaya çıxdırsa, yeni mübarizə metodları olmalıdır. Yəni, yeni normativlər, yeni qanunlarımız olmalı və beynəlxalq səviyyədə məlumat mübadiləsi üçün açıq platformaların yaradılması da çox önəmlidir. Gələcək perspektivlərdə mən sizə süni intellekt və big data texnologiyasının tətbiqini, auditorların həlli sayəsində peşəkar sertifikatlaşdırılması kimi perspektivlərdən danışa bilərəm. Daha sonra nəticə hissəsində gəldikdə auditor olaraq bizim vəzifəmiz yetim olaraq nədir? Diqqətli və peşəkar inamsız olmaq belə deyək. Beynəlxalq audit standartları hansı ki bizim üçün ən önəmli yol rəhbərimizdir. Onlara tam şəkildə riayət etmək, şübhəli halları müvafiq icra orqanına dərhal ötürmək, müstəqil, qərarsiz və obyektiv olmaq. Bu səhifənin digər tərəfində siz bir üzlük görürsünüz. Həmin üzlük bir kitab üzlüyüdür. Hansı ki bu kitab 9 noyabr tarixində elə təqdim edir, mənə elə məlumat verir ki, ictimaiyyətə təqdim olunacaq. Bu kitabın adı cinayət yolu ilə əldə olunmuş təmraqın legallaşdırılmasına qarşı mübarizədə auditə hesab atılır. Bu formadadır. Maliyyə Monitoring Xidməti və Azərbaycan Respublikası Audit Adasının ortaq bir işi kimi təqdim olunacaq və 3 dənə müəllif var. Birinci cənab sədrdir, digəri LTM idarəsinin rəisi Eynur Qaranov, digər müəllif də mənəm. Məqsədə uyğundur ki, tələbələr, akademiklər bu kitabları əldə edərək oxusunlar. Yaxşı olaraq bizim öyle fikirlərinizə bölüşəsiniz ki, biz feedbacklərimizi və növbətlərimizi nəzər olar. Belə, təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Hörmətli Rüfət müəllim, buyurun, rəqəmsal dövrdə auditorun yeni kimliyi və rəqəmsal təvəzzüzlüklər zamanı oldu. Mən hamınızı salamlayıram, qonaqları da, yerli soydaşlarımızı da təşəkkür edirəm. Ən azından bir gün burada və ya da 2 gün simpoziumda iştirak edən yoldaşlar var. Sizlərin gəlişlərinizləri dəyər qatan, biz də sizlərdən bilgilərimiz də sizin qədərdir. Əlavə olaraq sadəcə şərait əlavə ki, burada təqdimatçı kimi çıxış edək. Öncəliklə təşəkkür edirəm Mehdi müəllimə, çünki bu simpoziumla bağlı hazırlıqlar gedəndə Rabi müəllimələrə saxlayanda Dilkiraz Mehdi müəllimlə məsləhətləşmişik. Məsləhət oldu ki, beynəlxalq audit standartlarıyla bağlı Rüfəti dəvət edək, ona görə təşəkkür edirəm sizin qarşınızda. Ondan sonra minnətdarıq Rabi müəllimə, niyə universitetdə
simpoziumdayıq. 2005-ci il olaraq təxminən 2006-cı il mən universitetdə oxuyanda ikinci kursdaydı. Qadir müəllim bizə mühasibə sorunundan dərs verirdi və oradan bu tərəfə beynəlxalq iqtisadi münasibətlərdə oxuyan bir tələbə gəldi mühasibə, axırda da gəldi audit oldu. Yəni, özü də bilir, davamlı da hətta bununla bağlı gizlində formunda da marifəndə də demişdim ki, yəni, adamın mənə mühasibə haqqı sevdirməyi olmasaydı, mən sizləri tahmin etməyirəm. Ona görə də həqiqətən minnətdaram ki, həm bu günə qədər həyat karyeramda başlanğıc olaraq, yəni pedagog olaraq Qadir müəllim çox möhtəşəm insandır. Ən azından heç bir əlaqəm olmadığı halda mənə mühasibə haqqı sevdirdi. O işin addım, axırda gəlib çıxa biləcəyim bir pilləsi kimi gördüyüm sonuncu pillə olaraq auditi gördük və 2018-ci ildən olaraq A6 konsalting şirkətinin direktor auditi. Konsalting, burada mühasiblər çoxdur, konsaltinglə də hamısına ola bilirsiniz. Adımız konsaltingdir, özümüz auditiyiz. Çünki konsalting yolcu tərəflərinə görə biz konsaltingdən uzaq olanıq. Bizdə əvvəldə də dedim, Mehdi müəllimlə danışanda beynəlxalq audit standartları nəzərdə tutulmuşdu. Sözün açığı 2010-cu ildə mən Qadir müəllimin assistent olaraq o vaxtda hələ dünyanın bilməm, vaxt idi, düz vaxt idi. Onda biz beynəlxalq mühasibə standartlarının təlim keçəni Qadir müəllimin assistent olaraq qoşulurdum. Sonradan işlərlə bağlı biz tədris sektorundan demək olar uzaq düşdük və son bir il olar ki, artıq beynəlxalq audit standartları ilə bağlı həm yeni audit adı almaq istəyən yoldaşlara, Şampa müəllimdə orada tədrisləri bizdə və yaxud da auditorların özünün ixtisas artırması olsun və yaxud da audit assistentlərinin ixtisas artırması olsun, orada tədrisə başlamışıq. Dolayısıyla qayıtmışıq yenidən tədris bölməmizə. Auditor olaraq Mehdi müəllimlə vurğuladı. Daha çox, maliyyə hesabatlarının altından daha çox mənim öz baxışımdır ki, bizi insanlar daha çox maliyyə cinayətləri auditor üzrə belə deyilər, daha çox etimad edib tanıyırlar. Və çox təəssüf ki, ölkəmizdə bir-birindən dırnaqarası maraqlı cinayətlər də çoxdur şirkətlərdə və artıq Şampa müəllim dediyi kimi də biz rəqəmsal dünyaya girmişik, süni intellekt artıq həyatımızın hər tərəfini əhatələyib. Hətta bura gəlmədən öncə bir dənə video var, ona baxırdım ki, Amerikada professorlar artıq etiraz edir tələbələrinə. ChatGPT ilə nə qədər düşünmənin qabağına almasının davasına aparırlar. Daha bəsdir, yəni orada autoriyadan biri var, çəkilib paylaşır, təbii ki, tələbələr tərəfindən. Yəni, ciddi-ciddiyə insanların düşünmə qabiliyyətinin qabağına alır. Düzdür, yaxşı həlləri adətən bir təməllər tapır, daha qısa yolları tapırlar, həlləri tapırlar. Amma ChatGPT sırf mən özüm bir dəfə oturdum, balansla bağlı soru-sual elədim. Sual verildim ki, mənə bir dənə balans verir, maliyyə hesabatları verildi. Dedim, deyirlər ki, burada plan hesab səhv olsun, sonradan sanki mən düzəldirəm. Yəni, sözün həqiqətən aslında ChatGPT dolaşdı qaldı mövzusunda çıxa bilmədi. Səhvi verildi, düzəltmə hissəsinə gəldi, düzəldə bilmirdi. Düzəltməni verildi, səhvə yönləndirildi, səhvi düzəldə bilmirdi. Yəni, mən günün ikinci yarısı daxil oldum, onda sizlərdə nahar vasitəsindədir. Fərqanı xanım var, Reci Arazda redaktordur. O dedi ki, gözləyir, yəqin siz deyəcəksiniz ki, mühasiblərin işini artıq süni intellekt əlindən alacaq. Buna sonunda gəlib çıxacaq, inizdən açar söz olaraq demirəm. Sadəcə arxançıq deyə bilərəm ki, qətin narahat olunur. Rəqəmsal dərəcəçilik elektron mühitdə həyata keçirilən saxtakarlıq fəaliyyətidir. Mən çalışacağım slaydda, elə çox sayı yoxdur slaydın, sadəcə praktik кейsləri sizə deyəcəm. Siz əgər məsləhət bilsəz, cavab bilsəz, slaydın şəklini çəkir, sonra özünüz ChatGPT vasitəsini daha detallı araşdırmalar aparasınız. Biz burada cavab tədbirlərini göstərmişik və mən bu kiber təhlükəsizlik, rəqəmsal dərəcəçilik mövzularını gəlib çatandan sonra başa düşmüşəm ki, artıq audit mövzusunda yeni bir era başlayıb və bu erada da şərtdir ki, daha yaxşı olar ki, auditor özü proqramlaşdırmanı bilsin. Niyə? Çünki bu yaxınlarda bir şirkətdə, supermarketdə deməli xəzinədar xanım video görüntü var. Yəni, adam pulu götürür, cibinə qoyur, çantasına qoyur. Amma biz auditorları cinayət işinə çağıranda demirlər ki, bəs Mehdi müəllim orada videoda var, siz düz deyirsiniz, burada yeyinti baş verir.
biz auditorlar məcburuq bunu maliyyə sənədi üzərindən ispat edək ki, bu hadisə baş verir. Burada da necədir? Təsəvvür edin ki, gəlir balkonla oxudur, ekranda da görsənir ki, mallar oxuyunur. Satıcı gözləyir, müştəri pulu verir, müştərinin o geri qaytarılması xırda dilimsizlərini qaytarır. Müştəri çek istəmədiyinə görə satıcı nə edir? Administratorun kodunu götürür, bilir. Anında daxil olub, oradan bəzi malları silir, malları az sayda vurur. Yəni 15 ədəd məhsul alınmışsa, 150 manat edirsə, 50 manatlığını saxladı, 100 manatı sildi. Avtomatikdə baxaraq 100 manat silindi, bu satışdan 100 manat cibinə gedir. Çünki kart əməliyyatı deyil, bunu sistem sonra oxumayacaq. Mən nəyə görə deyirəm, sonradan başa düşdüm ki, mən özüm proqramlaşdırmanı bilməliyəm. Məni auditə çağırırlar cinayət ilə bağlı. Adamlara sual verirəm ki, bəs sizdə serverdə loglar olmalıdır izlənməsi üçün. Aiddə mənə bir izahat gətirdilər ki, bəs bu əməliyyat, satış əməliyyatı olmadığına görə, yəni OK'yi bassaydı, bu satış əməliyyatı olacaqdı. Geri qaytarılma olsaydı, onda bizdə loglar artıqləşəcəkdi və bu sizə biz informasiya olaraq verə biləcəkdik ki, burada artıq geri qaytarma prosesi başdır. Mən bu proseslə bağlı Mehdi müəllim tanıyır, bir xanım auditor var, yeni auditorlardandır. O kimi təhlükəsizlikdə çox savadlı mütəxəssisdir, həm də auditorların ixtisas artırmasında gecə saat 2-də saat fərqinə görə. Amerikadan qoşulurdu, biz ixtisas artırmada dərs deyirdi. Məsələn, o xanımın anında yazışdım ki, bəs belə bir hadisə baş verir. Dedilər, müəllim, sizi demək istəyəm, amma aldadırlar. Dedim, niyə deyim? Çünki serverlərdə 2 dənə logo olur. Transaction logo, yəni əməliyyat logo, bir də audit logo. Dedi, istəyirsiz bir suallar yazaq, bir də həmin şirkətə müraciət edin ki, sizdə bu sənədlər var, yoxsa yox. Təsəvvür edirsiniz, sənədin cavabı mənə bu dəqiqələrdə gəlir, baxıram, adamlar deyir ki, bizdə bunların heç biri yoxdur. Əslində, dolayısıyla biz xidmət olaraq onlara bu xidməti sata bilərik yenidən. Amma məsələ nədir? Adamların özlərinin sistemi imkan yaradır ki, məndən olurlar. Amma elə olurlar ki, kameraya düşmədə davamda düşəcəm səni. Və bizim ölkədə bir çox problemlər, bunu biz Martda vergi zirvəsində demişdik, bir çox problemlər, yəni yaxşı müasirlərimizdən yerək, hazırda bir cinayətçi var, orada müasirlə. Yəni, bir mənalı bilinir müasir burada sözün həqiqi mənasında oyun çıxardır. Ailə üzvlərini işə götürüb, artıq əməliyyatlar götürdü. Yəni, hətta izahat Mehdi müəllim demiş, izahat almışıq, deyir ki, rəhbərlik mənə demiş ki, oğlu işə götür, əməliyyatlı kartı işlə qalsın. Dedim, okey, Şampa müəllim dediyi söz var, peşəkar skeptizm. Biz bunu öncə tələbələrə deyirik ki, həyatda şübhəçi olmaq çox pis şeydir. Amma auditdə şübhəçi olmamaq çox pis şeydir. İndi təsəvvür ki, mən deyirəm ki, tamam, xanımın baş mühasiri deyir ki, rəhbər demiş ki, kaç şirkətdə qalacaq, pulunu şirkət götürəcək. Okey, rəhbər dedik ki, mən heç şey deməmişəm, müəllim sənə də okey. İndi mən nə edirəm? Baxıram ki, adam işə götürmüşdür, işə götürdüyü vaxtı əməliyyatda köçürülür. Burada bir tərəf verirəm ki, bu rəhbərin işi ola bilər. Sonra baxıram ki, işçi işdən çıxıb buna yenə pul köçürülür. Tamam da rəhbər tutaq ki, bu işə getmək istəyən adamdır. Əgər bu işə gedəndə bilir ki, işdə olmalıdır, əmək müqaviləsi olmalıdır, portalda adı olmalıdır. Buna bu pulu vuranda deyirsən, rəhbər işini də yaxşı tutur. Amma rəhbər bu qədərini artıq özünü itirir ki, işdən çıxartdığı adama pul köçürülür. Yəni, bir rəhbər əgər bunun yayılmanın yolunu bilirsən, Əhməd müəllim də buradadır, vericidən oturur. Yəni, bir adam əgər vericidən yayılmanın yolunu bilirsən, bunu niyə özünü risk atsın? Deməli, burada kim yalan danışır? Mənə görə baş mühasib. Amma biz auditorun ixtiyarı yoxdur ki, müstəqil auditor hesabatında yazaq ki, doğrudan da filankəs xanım bu qədər şirkətə zərər vurub. Biz ancaq qənaətə gələ bilərik bu işlərdə. Ehtimalımızı verə bilərik. Adiyyatı qurumlar var ki, onlarındır, hökm vermək onlara məxsusdur, bizlik deyil. Məsələn, mən orada bu kartın ofisdə saxlandı və ya da kiminsə cibində olmağını tapa bilmirəm. Niyə? Çünki banka müraciət edirsən ki, bu kartdan çıxarışların vakasiyasını mənə verməyəcək və ya da ki, vaxtım o qədər alacaq ki, ona dəyməz.
Ona görə məcbur rəydə yazılır ki, kartın istifadə lokasiyalarını aidiyyatı qurumlar bankla birgə əməkdaşlıqla əldə edib bu qənaətə gələ bilər ki, vətəndaşın aid olduğu zonada kartlar bankomatda istifadə olunursa, deməli bu kart ofisdə qalır. Yox, davamlı ofisin yanındakı bankomatdan istifadə olunursa, vay o gündən burada da müasir ağırlığı çıxar, hər dəfə şəhərin müxtəlif yerində istifadə edir və ya da illah da ofisin yanından istifadə edir. Kərəm onu da aramakdadır, ya otur ağlar, bu necə tapar. Yəni, burada demək istədiyimiz odur ki, bizdən asılı olmayaraq cinayət işləri baş verir və çox təəssüf ki, daxil olduğumuz bu süni intellekt və rəqəmsal dünyada fərqli, bir-birindən maraqlı. Bəzən adam oturub o wow effekt dedikləri, oturub və wow eləməsə ki, yəni bunu da elədilər. Onu da axırda deyəcəm, necə oldu? Burada əsasən klonlamanın nəzərətimizi, yəni kopyalanma mövzularıdır. Bunları nümunə kimi deyim, sonuçta axırı komdur. Bir də görürsünüz, sizə gəlibdir, axırı koddur. Xəbəriniz yoxdur, avtomatik elə bir komdur. Göndərdiniz, bir ölü getdi Kolumbiya artıq oldu, qoyar gedirdi. Kolumbiyada da koddur, daxildir. Necə ki, bizdə azlı o mənimdə bilirəm. Və ya da səs klonlaması, bayaqdan bu hissəni danışanda nəzərdə tuturum ki, nəyə misal çəkim? Zaten Zəfər gününü bu yaxınlarda qeyd edən ki, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sadə bir məsələ idi. Əfsanəvi tabordan İsmail Camov İsmail idi, səhv eləmirəmsə, baş gizir. Adam sadəcə erməni dilini verirdi. Düşmənin dilini verirdi və Hadrutun alınmasında əlavə erməni dəstəkləyici gələn qüvvələrini sadəcə rabitə qovşağına qoşulmaqla, erməni dilində onlara başqa təlimat verməklə fərqli istiqamədə yönəltmişdi. Allah rəhmət eləsin, qiyamətə şəfaəti nəsib eləsinəcə. Yəni, indi siz təsəvvür edirsiniz, bu sadəcə dili bilməlidir. İndi təsəvvür edin ki, bir dənə Nicar xanım adlı müasir oturub, zəng gəlir ona, baxır ki, Mehdi müəllimin səsidir, Mehdi müəllimin Nicar xanımın rəhbəridir, deyir ki, falan hesaba 5000 köçür. Nicar xanım da köçürdü, sonra Mehdi müəllimə deyir, siz zəng eləmişsiniz, siz demişsiniz, mən eləmişəm. Artıq səsin kopyalanması var, deepfake deyirlər, təsəvvür edin ki, deepfake'də təsəvvür edin, foto kopyalanma var, video kopyalanma var, səs kopyalanması var. Bir də canlı kopyalanma var. Biri var ki, bir videodur, Mehdi müəllim hansı bir şadlıq evindədir, rəqs elədiyi yerdədir və mənim baş səmkiyyədir. Bu da Mehdi müəllimin bədəni, boylarımız da maşallah eynidir aşağı yuxarı. Mən ondan yanadan mənə deyirlər, sizi oynayan yerdə görmüşüm. İndi gəl hesab edir ki, Mehdi müəllim yoxsa mənim. İndi təsəvvür edin ki, bundan da 5 betəri canlını verməkdir. Heç bir videonun üzərində sizin görüntüləri vermirlər. Amerikada hazırda bu cinayət işi davam edir. Deməli, məşhur onlayn platformalardan birində müştəri ofisdən çıxarkən qapıda qalır. O sensor qapıda qalır. Adam iddia qaldırır şirkətə qarşı və sən orada əzilmişəm. Ortalama yoxlasa verəsək bunun, yəni sigorta ilə və s. bir 50.000 dolar xərci çıxardı ya yoxdur. Amma şirkət neydi? Özünü ağırlı aparır. Canlı yazdığımız o, burada yoxdur, live'dir. Yəni canlı deepfake'dən istifadə edir. Yəni həmin adam qapıdan çıxan vaxtı, qapıda başqa insanlarda görsənir. Orada hərəkətlilik var. Və qapıdan çıxan adam bu adam deyil. Və qapıda da qalma prosesi baş verir. Bunu təsəvvür edin ki, başqa bir nəfər peşəkar, yəni bu sahənin mütəxəssisi, o anidən tapıb ki, rəqəmlər getmir, saniyənin rəqəmləri getmir hadisə zamanı. Görüntü şablon kimi qalır, o hərəkətlər canlıqlar şablondan ibarətdir. İndi təsəvvür edin, həmin platformanın özünü 200-300 min, bəlkə də yarım milyonluq iddia ilə ki, hətta ictimaiyyəti aldatmaq iddiası qaldırılır onlara qarşı. Bu baxımdan, yəni deepfake-lə götürsək, istər video kopyalanması olsun, istər səs kopyalanması olsun, bir ara kütləvi hamıya gəlirdi, mesaj gəlir və ya da zənglə bağlı gəlirdi ki, övladın qəza keçirir, tədbir bu kötür, falan xəstəxanadır və ya da ki, fərqli mövzular var. Yaxın bildiğiniz bir adama mesaj gəlir ki, abi mənə 200 manat göndər, atırsan sonra deyir ki, 400 də göndərə bilərsən,
Bir də ayrısan ki, abi dediyin adam heç səndən pul istəyən adam real adam deyil. Ona görə hətta zənglə bağlı var ki, qeyd edelim ki, burada müxtəlif nümunələri var. Biz məcbur vaxtı nəzərə alaqsa ki, praktik hissələr deyək biz. Ona görə sözü axtarsız görəcəksiniz. Bu API inteqrasiya, application inteqrasiya olaraqdır. Yəni, bildiyiniz bütün mühasibət proqramlarında, ERP sistemlərinin hamısı API inteqrasiyadır. Satışda malın silinməsi, stokda azalma baş verir. Bu API, yəni sistem beyninin bir-birinə inteqrasiyasıdır. Və bu təsəvvür ki, kimsə sizin əməliyyat sisteminizə daxil ola bilsə, təhlükəsizlik baxımından. Təsəvvür siz satış eləmədən sizdən malı siləcək. Sonra da ambardan götürəcək. İndi bunu çox təəssüf ki, şirkət daxilində edənlər var. Yəni, birbaşa olaraq, indi hamıya deyilir, təbii ki, ekspeditorlar, satış təmsilçiləri, ambardarlar, çox təəssüf ki, mühasibələrin özləridir. Yəni, təsəvvür ki, ERP sistemində avtomatik silinmə baş verməlidir. Bunu malı götürürsə, silinməlidir. Amma məndə bir cinayət şey olmuş ki, mollardan birində geyim satırlar. Təsəvvür edin ki, mühasib özü malı satış kimi göstərir. Doğrudan da pulu da vurur. Post-terminala da pulu vurur, kartı. Pul daxil olur. Mal silinməli də satış baş verir. Bu əməliyyatı o qədər icra edilmişdir ki, satıcı yazır başqa xanımlar orada işdə olanda malı müştəri şeydən götürür vitrinə. Gətirir oxuturmağa görsəniz ki, stokda mal yoxdur. Mal əlində. Amma stokda mal sıfırdır. Kaçdır bunu icra edə bilmir. Niyə? Çünki bu yoldaş özü bu malları satır, malları satanda da real götürüb aparmır, vitrində qalır mal. Ambardan düzəli şeydir, öz aləmində müxabirləşmə dediyimizi verir. Sonra da bu başqa bir dərdidir. Məsələn, Şamxan müəllim qeyd elədi, bu qeyri-legal əmlak gəlir mövzularında banklar birinci adını icra edir. Çox təəssüf ki, bizim ümumiyyətlə bank sektorumuzda bütün məsuliyyəti özlərindən atma deyilən bir öhdəlikləri var sanki. Bütün məsuliyyəti öhdəlikləri özlərindən atırlar və bəhanə də nə? Təsəvvür edin, şirkətdir, icbari altında təsərrüfat subyekti deyil, Mehdi müəllim, kiçik dövləsinə görə asan imza kimdə olacaq? Yazır rəhbər adıyən çivində saxlanır, müasibdə olur. Müasib neyini, fikrini satışı icra edir. Nəyinə edir? Asan imzası da var, o pulu sonra ölü bir bank hesabı var, oradan köçür özünə əmək yaptı. Normal ölkədə bankı yaxşı mənada suyunu çıxartmaq olar ki, bu şirkətin səndə bir nəfər əməliyyatçısı var, kimin? Mühasibi. Bir mühasib ayda 14 bin, 15 bin necə maaş alır? Ala bilməz. Amma digər audit prosesində də, bu cür proseslərdə də adamın əli qolu bağlı olur ki, yəni bank deyəcək ki, bankın iddiası bilsin olmuşdur. Bank hüquqşünas dedi ki, o şirkətin rəhbəri ki, özü xırda bir, belə deyək, müəssisəsini idarə edə bilmirsə, bank niyə onu ötürü öhdəlik daşımalıdır? Bu cavab deyil əzizlər. Yəni, belə cavab olmalı deyil. Tamam, axıra gəlib çatıb, yenə bu hissələr yəqin ki, ümumidir, yəni saxta sənədlərin artırılması, chatbotlar vasitəsilə və ya da algoritmlərin dəyişilməsi. Bura gələk, süni intellekt chat-GPT-dən istifadələr auditorların özünə də zərərdir, mühasibələrin özünə də zərərdir. Çünki oradan verilən informasiyaların dəqiqliyində problem var. Əgər chat-GPT-yə işləyəndə heç bir halda şirkətin adını mütləq qeyd eləməyin. Çünki orada data məlumat olaraq toplanır. Sabah mən yazanda ki, misal üçün, filan şirkətdə oğurluq adını yazmayın. O şirkətlə bağlı çatda nə məlumat varsa çıxarır özü qoyur ortaya. Ona görə mütləq orada addan istifadə eləməyin, etik kodeks baxımından problemlidir. Plus oradan verilən negativlər, pozitivlər auditor tərəfindən əsas kimi qəbul edilə bilər ki, əslində əsas deyil. Sadəcə olaraq ehtimal. Çat da əmin olun 99 var, ehtimaldan danışır. Real nəticələrlə danışır. Plus da yenilənmə məsələsi var ki, onlarda da yenilənmə. Bəzən olaraq 2025-in vergi məcəlləsindən sual verin, cavabını bilməyirlər. Çünki 25 əl update olmamışdır, misal üçün deyirəm. Buraya gələk, hansı ki dedim ki, auditorun işini süni intellekt və yaxud da ki, mühasibin işini süni intellekt əvəz edə bilərini Azərbaycan Respublikasında mümkün deyil. Yəni, ümumiyyətlə, süni intellekt proqramları audit işini, avtomatlaşdırma audit işini asanlaşdırır, amma bir mənalı qərar verə bilməz. Mən dediyim кейsin üzərindən baxacaq ki, bankdan əməliyyatı olaraq artıq bu köçürülür. Amma kimin iradəsi ilə köçürülür? Onu süni intellekt heç vaxt tapa bilməyəcək. Və ya da Şamxan müəllimin dediyi peşəkar skeptizmdən şübhəli olmaq, hisslər, duyğular mövzusu süni intellektdə yoxdur. Bu baxımdan istənilən avtomatlaşdırma və s. burada var yenə.
əllə yazılmış izahat var ki, onu süni intellektdə oxusa başa düşməyə bilər. Çünki müqavilələrin özlərindən bağlı var. Bu baxımdan süni intellekt proqramlaşdırma, rəqəmsallaşdırma bunlar hamısı gözəldir, vasitəçi olaraq, qərar verici olaraq mümkün deyil ki, faydalı olsunlar. Bu qədər çox sağ olun, minnətdarım. Sualım Əhmədov cənablarındır. Vergi statlarla bağlı danışdı. Fiziki şəxslərdə yük tamamlananda verginin ödənməsi zamanı 5-6 təsnimat kodda ödənmə var. Bu, bəzi vergi ödəyiciləri üçün problemdir. Məsəl üçün, bərbərdir, maşın ustasıdır. Bu, həmin təsnimat kodlarını əzbərliyini, mühasibə ehtiyac duyur və həmin təsnimat kodunda fərqli komisyon ödəyir. Bununla bağlı islahat gələcəkdə nəzərdə tutulur mu? İkinci sualda Mehdi müəllimlədir. Tələbələrin mənə sualı ünvan verir ki, ya biz ev sertifikatlarını ala bilirik, PMS sertifikatı ala bilmirik. Əslində məntiqli sualdır, çünki yarım milyona yaxın bizdə müəssisə var və yarım milyon müəssisənin müqabilində Dövlət İmtahan Mərkəzi harca 5000 civarı sertifikat verə bilib də. Biz əgər bu məhdudiyyəti qaldıra bilsək və tələbələr də bu sertifikatı əldə edə bilsək və məzun olduqdan sonra da təbii ki, təcrübəni də gedib müəssisədə qazansa, bu sertifikatı əldə etmiş olar və əmək bazar acımasızlı sertifikat tələb edir tələbələrdə. Bu məhdudiyyəti qaldırmaq mümkündür, bundan da bir sual olur. Təşəkkür edirəm sualınız üçün. Konkret olaraq dediyiniz məsələ ilə bağlı hər hansı bir islahat nəzərdə tutulur. O baxımdan ki, bu təsdiqat kodları internet resurslarında açıq mənbələrdə dərc olunan məlumatlardır. Yəni, istənilən vətəndaş bunu əldə edə bilər. Həm də söhbətinizə uzlaşmaq kimi deyəcəm, sizin intellektlə də əldə edə bilər. Təbii başa düşülən bəzi kəsim var ki, o kodları əldə edilməsi bir sabahlı baxımdan biraz elə bizim insanlar var ki, biz onu başa düşürük, yaxşı yaxşı nümayəndələri. Yəni, xüsusi bir yanaşma nəzərdə tutulur. Amma konkret bir təklif olduğunu qiymətləndirək. Əlişirlərsə, bax, bir haşiyə çıxın, peşəkar müasib sertifikatı adında peşəkar olmağına baxmır. O demək deyil ki, PMC sertifikatını əldə etmiş şəxs artıq peşəkar statusunu alır. Siz o cümlə, söz birliyindəki peşəkar sözüylə bunu qatmayın. Misal üçün, bakalavr dərəcəsi nədir? Ali peşə ixtisası üzrə bakalavr dərəcəsi verilir. İndi misal üçün bir auditor mühasibat üzrə ixtisas alır. O deməkdir ki, birbaşa auditor olur. PMC-nin bəli, istənilən hətta digər ixtisas sahiblərində ali təhsil olan və xüsusi bizim sahənin ixtisası üzrə, aidiyyət ixtisası üzrə təhsil alan tələbələr PMC sertifikatını ala bilərlər. Və bu, onlarda gümanlıq yaratması ki, mən əldə etdim, birbaşa mən işə götürəcəklər. Təbii, ola bilər, cəmiyyətdə biraz anlaşılmazlıq var ki, mən sertifikatı aldıqda niyə mən işə götürmür? Belə bir şey yoxdur. Sertifikatı aldıqdan sonra mütləq özünüzdə təcrübə toplamalısınız. Yəni, günahı özümüzdə axtaraq ki, məndən iş dünyası nə tələb edir? Sənət bildim, tələb edir, bil. Amma bacarıqda tələb edir, işi bilmə səviyyəsini tələb edir. Bunun üçün 1 il, 2 il, 5 il, bəlkə də onu işləməlisiniz. Mən düşünmürəm ki, tələbələr, sizin sözünüzə görə, mən düşünmürəm ki, tələbələr üçün bir çətinlik var. Əksinə mən deyərdim ki, PMC sertifikatını tələbə daha rahat alır. Mən sizə deyim, PMC sertifikatını tələbə daha rahat alır. Nəinki 30 il, 15 il, 20 il staj olan mühasiblər. Tələbə daha çox, daha rahat alır, gənclər daha rahat alır. Məzun olmamış ala bilirlər. Məzun olmamış məhdudiyyət var. Birinci qanunvericilik var. Bizim peşə əsasımız mütləq ali təhsil tələb edən tarix sorulu kitabçası deyib, bizdə nədə bu, vakansiyalarla bağlı, orada tələblər var. Tələb ali təhsil, qanunvericilikdə də var bizdə. Yəni, ali təhsil olmalıdır. Yəni, mən düşünmürəm ki, bizim sahənin insanı ali təhsil aşağı. İndi gəlirəm ikinci. Ola bilər, müasib barədə bizdə təsəvvürlər düzgün gelir. Söhbət baş müasibdən gelir. Söhbət mühasibə xidmətinin rəhbərindən gelir. Adi mühasibəcisindən yox. Əməliyyatçı mühasib gedin işləyir. Heç orta məktəbi qutarır. Belə deyil. Nəinki ali təhsil. Sadəcə orta məktəbi qutarır. Ya adi peşə məktəblərində təhsil alır. Ya radı müəllim kursunda təhsil alır. Sadəcə aşağı səviyyədə gedin əməliyyatçı mühasib olur. Ya gelin mühasib köməkçisi olur. Düzdür, tələblər var, ali təhsil tələblər. Mühasibat xidmətinin rəhbəri, qanunvericisi biz buna baş mühasib deyirik.
bu mütləq ali təhsil tələb edən vakantdır, bu qanunvericilikdir, kriteriyadır, biz bunu dəyişirmək. Yox, yenə deyirəm, bax, müasir sözü anlayışına düzgün yanaşır. Baş müasir və ya müasibət xidmətinin rəhbəri bu şəxslər üçün tələbdir, PMC və digər şəxslərdən PMC üçün. Təşəkkür edirəm. Son olaraq onu demək istəyirəm. Yəni tələbə F sertifikatını almaqda heç bir məhdudiyyəti yoxdursa, niyə milli mühasibə sertifikatını almaqda məhdudiyyətlə qarşılaşır da, yəni bir qismi. O baxımdan deyirdim. Yəni sertifikatı alsın, təcrübəni işləyərək də sonradan toplaya bilər. Peşəkar sözü onu məhdudlaşdırır ona görə. Yox, başqa heç şey mən bilirəm, heç şey o da rahat deyil ki, onun 12-14 kvalifikasiyası var. Yox, Mehdi müəllim, yəni yoldaş deyir ki, tələbə ola, oxuya, onu ala bilirsən, PMS-ə girmirsən. Mövzu odur. Çünki bizdə, onu da deyim, çünki bizdə ikinci imtahan da var. İkinci imtahan da var. Bizdə qanunvericilik də var. Mülki məcəllə, vergi məcəllə, mənim mülki məcəlləm, mənim vergi məcəlləm, mənim əmək məcəlləm var. Onu xarici hissə onu bilmir. Düzdür, bizdə hansı fayda işindən biri vergi ilə bağlıdır. O da İngiltərənin vergi sistemi deyəsə, bizim vergi sistemi deyil. O mənim yerli, mənim şirkətimdə işləyən, mənim deyəndə mən Azərbaycanı otururam, mənim şirkətimdə işləyən müasir mənim yeri qanunvericiliyimi bilməlidir. Mənim mülki məcəlləmi, inzibati məcəlləmi, deyək ki, digər qanunvericilik əmək məcəlləsi və s. Bunun üçün, çünki ikinci imtahan və vergi məcəlləsi xüsusi olaraq. Ona görə. Yəni, belə deyək də, uyğunlaşdırılır. PMS sertifikatı alan şəxs daha çox bizim daxili bazarımıza, biznesi uyğundur, nəinki sertifikatı alan. Mən belə düşünürəm. Mən bir sual vermək istəyirəm Əhməd müəllimə, bir dənə yekun olaraq xahiş edirəm. Çünki ola bilər, mən cəmiyyətdən gələn mesaj demək istəyirəm. Deməli, Əhməd müəllim, vergi orqanı bizə göndərdiyi məktublarda bizə 5-3 gün vaxt verir. Amma bizim göndərdiyimiz xahişləri, şikayətlərə ən azı 60 gün, ən azı deyəndə bəzi vergilərlə bağlı 63 gün hətta uzadılır. Yox, bir dəqiqə, mən bunu Əhməd mənim xətrimdə çox istəyirik, həm müşəvir gödərəcəyən yanındadır. Bizim heç vaxt, belə deyək də, sözümüzü yerə salmayıb, buna görə bir daha təşəkkür edirik Əhməd mənim. Mümkünsə, bax, niyə 60 gün? Niyə bizdən 5 gün, sizdən 60 gün? Nədir səbəb? Çox sağ olun Mehdi müəllim. Belə başa düşürəm ki, elə böyük əksəriyyətin maraqlandırdığı bir sualı verdiniz. Doğrudur, yəni burada İnzibatçılığa aid sual olduğuna görə. bəli, tamamilə yerində verilən sualdır. Biz də bu məntiqi başa düşürük, ancaq gəlin başa düşək ki, bizim sayımız nə qədərdir, biznes nümayəndələrinin sayı nə qədərdir. Yəni, təqribən aktiv 600 min yaxın vergi ödəyicisi var, hardasa 3 min yaxın vergi orqanının heyəti var. Təbii ki, bu heyətdə, yəni mən mühafizə xidmətindən tutmuş rəhbərliyə kimi, burada icraçı heyəti çıxsaq, orada hardasa 1000 nəfər əməkdaş var ki, bu 600 min nəfəri nəzarəti təmin edir. Amma istənilən halda biz də, yəni müxtəlif elektron nəzarət uşaqlarına malikik deyə, yəni getdikcə də bu nəzarət imkanlarımızı artırırıq deyə. Təbii ki, gələcəkdə fikirləşirik ki, bu müddətlərdə bir adekvat müddət seçək ki, yəni biznes üçün də bu rahat olsun. Qaldı ki, xüsusilə də mənfəət vergisi bəyannaməsinə görə 60 gün məsələsi. Yəni, bu təklif bir neçə dəfə sahibkarlar tərəfindən qaldırılıb ki, burada elə bir müddət müəyyən edin ki, biraz adekvat olsun. O müddətin artırılmasına yəni müsbət baxırıq. Konkret gün deməyim, təqribən deyim, yəni 10 gün və üzərində bir gündən nəzərdə tutulur ki, biznes nümayəndələrinə təqdim olunan o müddət də biraz artırılsın ki, haradasa bərabərlik təmin olsun. Heç olmaz. Ən az 10 gün olsa yaxşı olur. Danışam Xalifan, soyadım Hacızadə. Dövlət Pedaqoji Kollecində baş mühasib olaraq çalışıram. Sualım Əhməd müəllimədir. Muzlu və qeyri-muzlu işlə əlaqədar ödəmə mənbəyindən vergi bəyannaməsi. Təqdim olunan zaman hər zaman uyğunsuzluq gəlir ki, sizin əmasda işçi sayınız filan qədərdir, siz filan işçiyə görə düzgün hesabat təqdim etməmişsiniz. Bununla bağlı biz Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə də müraciət eləmişik, Dövlət Vergi Xidmətinə də müraciət eləmişik. Sadəcə olaraq inteqrasiyanın düzgün olunmaması əks olunur. Bununla bağlı bir yeniliklər və yaxud gələcəkdə baş verə biləcək məlumatlarla bağlı sizdən ətraflı və geniş məlumat əldə etmək istəyərdim. Çox sağ olun, minnətdaram. Ümumidir. Bəli, bu bütün işçi sahibkarlarda da bu var. Məsəl üçün, işçi sayı 5 nəfərdir, əməkdə uyğunsuzluq gəlir ki, 15 işçiniz var, siz 5 nəfər bəyan eləmişsiniz.
Təşəkkür edirik Şamxal bəy sualınız üçün. Bəli, bu texniki problemlər var, biz bunun fərqindəyik. İnteqrasiya ilə bağlıdır. Təbii ki, yəni aradan qaldırılması istiqamətində işlər görülür, ancaq bunu yəni texniki məsələ olduğu üçün mən konkret müddətlə də deyə bilmərəm ki, bu yaxın 5 gün və yaxud da ilin sonuna kimi təmin olunacaq. Əlbəttə ki, yəni elə biz əgər imkanlarımız varsa bunu növbəti gündən təmin etməyə çalışırıq. Yəni dediyim kimi o problemin fərqindəyik, tamamilə doğru qeyd elədiniz. Ümid edirik ki, qısa zamanda bu problem həllini tapar. Təşəkkür edirəm. Bir də icazənizlə Radin müəllimə burada mühasibat çotu haqqında qanunda həm dövlət sektoru, həm qeyri-dövlət sektorlarında mühasibat çotları tam fərqlidir və eləcə də mühasibat nömrələrində də tam fərqlər var. Bunların inşallah gələcəkdə ortaq bir məxrəcə gəlməsi. Mən dövlət müəssisəsində işləyirəm. Hər hansısa bir qeyri-kommersiya təşkilatında işləmək istəsəm, orada hesablar tam fərqlidir. Təzədən gedib onları da öyrənməliyəm, orada uçotu da bilməliyəm. Bunların gələcəkdə birləşmə bir ortaq nöqtəsi varmı və yaxud gələcəkdə belə bir planlarımız varmı? Bundan bağlı məlumat. Çox sağ olun. Deməli, belə deyim də, siz əvvəlki Sovet dövrünün çotunun məlumatınız yoxdur, düzdür? Bəli. Əvvəlki Sovet çotunu yəqin Mehdi müəllim bilirəm onu. Deməli, biz universitetdən oxuduğumuz zaman ümumiyyətlə köhnədə büdcə sektoru ilə kommersiya arasında həddən altı çox fərq var idi. Təsəvvür edin ki, nəinki hesablar planında fərq var idi. Üstə gələk də məntiq yanaşması başqa idi. Məsələn, belə deyim ki, burada indi mühasiblər oturublar, Loğman müəllimlər, deməli, başlayırdı 0-1-dən əsas vəsait. Sistem belə gedirdi. Məsələn, sanki mən istehsal etmək üçün əsas vəsait lazımdır, sonra xam mal lazımdır, 10 nömrəli gəlirdi belə. Ondan sonra işçi qüvvəsi, ondan sonra hazır məhsul çıxırdı. Belə bir yanaşma ilə gəlib sonra mənfəət zərrə çıxırdı. Hesablar falan məntiqi bu idi. Büdcədəki məntiq isə tamamilə başqa idi. Yəni, bilinmirdi ki, bu hansı yanaşma ilə qoyulub. Yəni, ona görə büdcədə işləyən heç bir zaman kommersiyada işləyə bilmirdi, kommersiyada büdcədə işləmirdi. Amma bugün yəni, mən onu bilirəm deyə sizə deyirəm ki, inanın ki, yəni, çox belə ortaq nöqtələr var. Bugün artıq əvvəlki kimi deyil. Sadəcə bir hesablar planı qədər fərq var. Biri likvidiyə görə düzülüb, o birisi isə likvidin əksi düzülüb. Yəni, aktivlər də eyni, öhdəlik də, kapitallar, bütün hesablar eyni. Yəni, elə bir istifadə edəcəyimiz hərflərimiz eynidir. Sadəcə mən 10 hərfdən istifadə edib bu qədər cümlə işlədirəm və ya söz deyirəm, o birisində bu qədər. Yəni, əsas məsələ o idi. Köhnədə bunlar belə fərqli, elə ayrı-ayrı dildə danışırız. Təsəvvür edin, büdcə, mühasibatlığı ayrı dildə danışırdı, kommersiya ayrı, amma indi eyni dildir, eyni hesabdır. Sadəcə olaraq düzülüşü fərqlidir, əməliyyatlar da fərqlidir. Bu qədər. Yəni, məncə ona görə dedim, maliyyə çotunu deməli, yaxşı öyrənsəniz, inanın ki, bunu görəcəksiniz. Kommersiya, amma bunu başlaması harada olmalıdır? Bəzən gəlib deyirlər ki, mən büdcədən başlamaq istəyirəm. Deyirəm ki, yox, kommersiyadan başlayın. Çünki kök oradır. Onu biləndən sonra büdcəni çox rahat şəkildə edə bilirsiniz. Ona görə, mənim düşüncəmə görə o qədər fərq yoxdur. Yəni, Təşəkkür edirəm. Buyurun, sağ olun.